Uzun illər əvvəl Harut və Marut adlı iki mələk Babil şəhərinə göndərilmişdi. Onların vəzifəsi insanlara sehr öyrətmək idi. Lakin sehr öyrənmək istəyənlərə bunu öyrətməzdən əvvəl bu biliklərin əvəzinin cəhənnəm olduğunu açıq şəkildə söyləmədən heç kimə sehr öyrətmirdilər. Harut və Marut haqqında bu hekayə Quranda belə izah olunur. İnsanlara sehr öyrədirdilər. Babil şəhərində Harut və Marut adlı iki mələyə nazil olunan şeyləri öyrədirdilər. Halbuki o iki mələk biz yalnız bir sınaq üçün göndərilmişik. Sən sehr edib kafir olma demədən heç kimə bir şey öyrətmirdilər. İnsanlar onlardan ər-arvad arasını ayıracaq şeyləri öyrənirdilər. And olsun ki, hər kim bu sehirləri satın alırsa, onun axirətdə bir payı olmadığını çox yaxşı bilirdilər. Əgər onlar bu işin nə qədər çirkin olduğunu bilsəydilər, uğruna canlarını satdıqları şeyin necə də pis olduğunu anlayardılar. Allah bu ayələrlə Harut və Marut adlı iki mələyi insanları sınaqdan keçirmək üçün göndərdiyini, onlardan öyrənilən sehirlərin əvəzinin isə yalnız cəhənnəm olduğunu bildirir. Lakin bir çox insan cəhənnəmi qəbul edib, Harut və Marutun öyrətdiyi sehirləri tətbiq edərək özlərini əbədi lənətə düçar etdilər. Köhnə kitablarda yazılanlara görə bu iki mələk insanların pis və yalançı olduqlarını görüb, Allaha niyə onları bizdən üstün tutursan? Biz onlardan daha yaxşıyıq, deyə sual verdilər. Allah onlara insanların nəfsi var dedi. Sonra da sizə də nəfs verəcəyəm. Əgər günah işləsəniz, sizi də cəzalandıracağam, buyurdu. Harut və Marut bunu qəbul etdilər. Lakin nəfs sahibi olduqları üçün bir çox günah işlədilər və nəticədə cəzaya məruz qaldılar. Onların cəzası bir mağarada başı aşağı asılmaq idi. Harut və Marut bu mağarada başı aşağı asılaraq cəzalandırıldılar. Eyni zamanda Allahın verdiyi vəzifəni yerinə yetirərək qiyamətə qədər cəhənnəmi qəbul edənlərə sehr öyrətməyə davam edirlər. Köhnə alimlərin dediyinə görə bu mağara Şam yaxınlığında yerləşir. Ancaq bu mağaraya yalnız böyük miqyaslı sehirlərlə məşğul olan və cindarlar tərəfindən xəbər verilmiş cadugarlar gedə bilərlər. Yenə də köhnə alimlərin kitablarında yazıldığına görə təhlükəli və bilikli bir sehirbazın Şamda bu mağaraya gedişi belə izah olunur. Sehr elminə yiyələnmişdim. Bir gün hocam mənə dedi ki, əgər elmini artırmaq istəyirsənsə, Şamdakı Harut və Marutun yerləşdiyi mağaraya getməlisən. Bu mağara iki dağın arasında yerləşir. Şam diyarına yola düşdüm. 20 günlük səfərdən sonra burada bir muska yazan qadınla tanış oldum. O mənə mağaranın yolunu göstərdi. Mən də getdim. Mağaranın girişində kollar vardı. O kolları təmizləyərkən içəridən bir səs "Kimdir o?" deyə səsləndi. Adımı və atamın adını dedim. İçəri girdiyimdə ayaqlarından başı aşağı asılmış iki varlıq mənə istədiyim sehirləri soruşdu. Mən də dedim: Bismillah, Bismillah, Bismillah. Sehirlərin necə ediləcəyini izah etdilər və sonra məni yola saldılar. Harut və Maruta iki toplum arasında müharibə çıxarmaq üçün aynı hilal halında olduğu vaxt və ilin hansı fəslində sehr edilməli olduğunu soruşmuşdum. Tanış olduğum bir sehirbazın Harut və Marut ilə qarşılaşması isə belə idi. Sehr elmi ilə məşğul olduğum illərdə bir gecə mənim əmrimdə olan bir cin görünüb, əgər istəsəm Şama gedib Harut və Marutdan bəzi sirlər öyrənə biləcəyimi dedi. Mən də bir müddət
Sonra Ramazan ayında Şama doğru yola çıxdım. Şamda biraz qaldıqdan sonra şəhərin uzağındakı iki dağın arasında yerləşən bir mağaranın önünə gəldim. O an bir səs "Kimdir o?" deyə səsləndi. Özümü təqdim etdikdən sonra "Ey lənətlənmiş qul, sən icazə verilənlərdənsən, içəri gir" dedi. Sonra kiçik bir deşikdən içəri girdim. Mağaraya girdiyim anda titrəməyə başladım. Bismillah, bismillah, bismillah. İçəridə iki iri cüssəli varlıq başı aşağı mağaranın tavanından asılmışdı. Gözləri qanla dolmuşdu. Onların Harut və Marut adlı iki mələk olduğunu anladım. Mənə öyrədəcəkləri şeyin qarşılığının yalnız cəhənnəm olduğunu, bunu qəbul edib etmədiyimi soruşdular. Öyrənmək istədiyim sehri mənə anlatdılar və sonra oradan ayrıldım. Bu yaşa qədər gördüyüm şeylər arasında daha qorxuncunu görməmişdim. Allahın iki mələyi əzab içində idi. Harut və Marut Allahdan aldıqları vəzifəni qiyamətə qədər yerinə yetirməyə davam edəcəklər. Lakin onların harada olduğunu yalnız elmdə ustalaşmış, irəli səviyyəli sehirbazlar bilər. Kitablarda yazıldığına görə Şam tərəfdəki iki dağın arasında yerləşən və insan bədəninin güclə sırdığı girişə sahib olan bir mağaradadırlar. Lakin unudulmamalıdır ki, sehr edənə də, etdirənə də Allahın lənəti vardır və Qurana görə bu iki mələk Allahın lənətini qəbul edirsənmi demədən heç bir şey öyrətməzlər. Sağ olun və Allah amanında qalın.